Hello, yenə də mən yenə də sizin Rəhmə Sultanınız tüpürdüyünü yalayan görməmişlər barədə. Bir də görürsən ki, görməmişdi. Bijuteriya taxır. Mən də taxıram. Mən də imkan daxilində bijuteriya da taxa bilərəm, qızıl da taxa bilərəm, gümüş də taxa bilərəm. Mən sizə deyim ki, elə brend bijuteriyalar var ki, qızıldan qiymətlidir. Görürsən ki, adi ucuz AliExpress'dən filan bijuteriya taxıb. Zövqsüz deməyə, çünki mənim bir izləyicim demişkən nə qədər insan var, bir o qədər zövq var. Birinin zövqü o birisinin xoş gəlmişsə, o zövqsüz sayılmır. Yəni mənim fikrimcə zövqsüz olan birisi, mənim zövqümlə uyğun gəlməyən birisi, nəysə, bijuteriya taxan birisi mənimdən betər bir cüt qızıl üzüyü falan olanı, ay qızıllarım o qədər çoxdur deyib. Sonra əli pula çatanda 1-2 dənə 3-4 qramlıq, maksimum bəlkə 5 qram olmaz qızıl alan. Mən yalnız qızıl taxıram, bijuteriya qaralır, serебro da qaralır, silver, gümüş də qaralır. Mən gümüş sevmirəm, sonra görürsən nə? Pandora orijinal. Pandora gümüşdür. Bizdə qızıl satmırlar, xaricdə olmalıdır qızılı. Bizdə deyəsən qızıl rəngdə olanlar poladın üstünə çəkəndə, amma ağlar qara budur. Sonra təzdən Shein'dən, nə bilim AliExpress'dən, Temu'dan bijuteriya zakaz verir, taxır. Sonra özünə silver, gümüş üzüyü taxır. Görməmiş. Hay sonradan görmə. Taxırsan tax, qazanırsan necə bilirsən, halal xoşu. Ay görməmişlər. O deməyin nə mənası var? Bununla nəyi sübut eləyirsiniz? İzləyicinin gözü almaz deyə, qlaz almaz deyirlər. Özünüzə mi sübut eləyirsiniz? Əcəb eləyirsiniz, mən də bijuteriya taxıram. Ola bilsin pulum olsun, brend bijuteriyalar taxım, Chanel'in bijuteriyasına, Dior'un bijuteriyasına. O söhbət ondan getmir, eləcə də qızıllarını falan. Söhbət ondan getmir. Yox, mən bijuteriya taxmıram. Mən gümüş taxa bilmirəm, taxmıram. Allergiya vermirəm, prosta taxmıram. Sonra görürsən ki, gümüş qolunda özünün üzüyü də alıbdı. Hələ bijuteriya da taxır. Adı da olur. İndiki qızılların çoxu deyirlər ki, fiktivni çıxır səhərdə, yəni ki, fake çıxır, giydirmək çıxır. Qızıl olmur, qızıl adı ilə satılır. Birinci 2-3 qram maksimum olan qızıllar heç vaxt fake qızıl olmur. İkinci alanda da onu etibar etdiyin zərgərdən almalısın. Elə dedi ki, bir ev qiymətinə qızılları alırmış. Ayda. Aman, Allah dəviyə qanat verməsin. Dəviyə qanat verdiyi yıxır, uçurdur. Nəysə, gülməyim gəlir. Hər zaman var dövlət içində olun, bərəkət ruzu içində olun. Nə ürəyiniz istəyir, taxın, amma sonradan gülmə variantlar etməyin. Çox gülünc görünür və iyrənc görünür.